Həkimlər narahatdılar. İnsan sağlamlığı üçün təhlükə var. Kanadanın Qərb Universitetinin alimləri havanın keyfiyyəti ilə nevroloji sağlamlıq arasında təhlükəli əlaqə aşkarlayıblar. Yeni məlumatlar göstərir ki, uzun müddət çirkli havaya məruz qalma böyüklərdə epilepsiyanın inkişaf riskini artıra bilər. Report xəbər verir ki, bu barədə araşdırma Epilepsiya elmi jurnalında dərc olunub. Komanda 6 il ərzində Ontarioda 24 mindən çox yeni epilepsiya halı ilə bağlı məlumatları təhlil edib. Nəticələr göstərib ki, havada kiçik hissəciklərin yüksək konsentrasiyası xəstəliyin inkişaf riskini 5,5%, azona məruz qalma riskini isə 9,6% artırır. Epilepsiya ən çox yayılmış nevroloji xəstəliklərdən biri olaraq qalır və hər 1000 nəfərdən 6-sına təsir edir. Həkimləri xüsusi narahat edən fakt odur ki, xəstələrin 1/3-nə qədəri mövcud qıc olma əleyhinə dərmanlara cavab vermir. Alimlər ümid edirlər ki, əldə edilən nəticələr ekoloji siyasətə təsir göstərəcək və əlverişsiz ekoloji şəraiti olan regionlarda səhiyyə sisteminin təkmilləşdirilməsinə kömək eləyəcək.